Əziz Ağcabədi xalqı, 111 ticarət mərkəzinin yanından mərkəzi xəstəxananın yanına gedən yolda çox gözəl avtoyuma salonu açılıbdır. Məşədi qardaşımız, Cavid, Hindarlı Cavid kimi tanınan Kərbəlayı qardaşımız sizin üçün çox gözəl şərait yaradıbdır burada. Həm ucuz qiymətdən, həm sərfəli keyfiyyətlərlə gözəl maşınınızı yuyun, çiçək kimi olunsun. Burada rahat şəkildə oturaraq maşınınızın yuyulmanı gözləyəndə ayaqüstə qalmırsınız. Məşədi qardaşımızdan isə çay ehsandır. Bütün müştərilər üçün fərqi yoxdur. Bu kampaniya deyil. Bir gün olsun, 5 gün olsun, bəzi yerlərdə müştəri toplamaq üçün yəni yetmirik biz bunlara. Sadəcə olaraq Kərbəlayı qardaşımız deyir ki, gəldi müştərinin ilk öncə çayını verirsiniz. Rahat şəkildə oturub çayını içə-içə də maşının yuyulmağını gözləyir. Bütün maşınları yuyulmağı çiçək kimi şəkildə rahat şəkildə təhvil verilir. Heç bir maşın yuyulma məntəqələrində olmadığı qulluqlar olunur. Həm müştərimiz üçün, həm müştərimizin maşını üçün rahat şəkildə oturub çayınızı içə-içə maşınınızın yuyulmağını gözləyə bilərsiniz. Məşədi qardaşımız deyib ki, bizə tapşırıq verib ki, gələn müştərilər bu obyektin sahibi kimi sayılır. O müştərilər bizim göz nurumuzdur. Onlara yaxşı qulaq asın, yaxşı fikir verin, yaxşı yola salın. Kimsə burada narazı getməsin. Kimsə narazılığı olarsa gəl, maşını yusanız da belə pulunu geri qaytarırsınız. Pul götürmürsünüz.